Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullah. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi tayyibine tahirinel ma'suminel muntecebin. Hoş gördük sizleri. Əziz Əhl-i Beyt əleyhimussalatu və salam aşiqləri, qardaşlarımız və bacılarımız. İmam Rıza əleyhissalatu və salamın əziz və dəyərli məhzərində sizin hamınıza duaçıyıq. Bugünkü bəhsimiz deməli, alimlərin bizim zamanımızda nə kimi rolu var və onlardan sonra nə kimi boşluqlar və nə kimi xələh deyirlər ərəbcə ona. Yəni, boşluqlar və nə kimi şanslarımız əlimizdən gedib, onu sizin üçün inşallah Allah lütfü ilə açıqlayacaq. Deməli, əlimizdəki kitab Elm və Hikmət Siması Quran və Hədislərdə adlı bir kitabdır. 144-cü səhifədə inşallah biz sizin xidmətinizdə olacaq. Bildiyimiz kimi, ümumiyyətlə Peyğəmbər əleyhissalatu və salamın gözəl bir hədisi var. Həzrət buyurur ki, axirəzzaman alimləri Bəni İsrail Peyğəmbərləri kimidir dövründə. Hani Həzrətin ümmətində olan axirəzzaman alimləri Bəni İsrail Peyğəmbərləri kimidir. Bəs bunların missiyası eynilə Peyğəmbərlik missiyasıdır. Esselamu aleyküm ve rahmetullah.